Bugün sizlə bərabər Huda Beauty'nin yeni aldığım Creamy seriyasından olan Template'ini yoxlayacağıq. Siz bir dənə bu rəng tonlarına baxın. O qədər əlverişli rəng tonlarıdır ki, gündəlik istifadə üçün burada zəlli rəngləri var. Gecə makiyaj üçün, qara rəngini liner kimi istifadə eləmək üçün. Mən bir-bir swatchlayıb sizə rənglərini göstərmək istəyirəm. İndi isə keçək göz makiyajımızı eləməyə. İlk öncə bu rəngindən istifadə edəcəm. İndi isə bu ortadakı qəhvəyi rəngli göz kənarlarıma kölgə verəcəm. Ki bunun teksturasını sizə ötürə bilsəm necədir. Toz məhsuldur, amma çox kremli bir məhsuldur. Göz qapağımdakı bu kənar hissələri bir dərinləşdirmək üçün qara rəngdən istifadə edəcəm, amma çox az götürəcəm. İndi isə gözümün iç hissəsinin rəngini biraz konsiler istifadə edərək açacağım. Bu hologramlı olan rəngi tətbiq edəcəm. Əlimlə tətbiq edəcəm. Dip hissələrinə isə buradakı qara rəngdən keçəcəm. Göz altlarıma isə buradakı qəhvəyi rəngdən keçəcəm. Altını demək olar ki, məhsul tökülməyib gözümün. Səliqəsiz çəkdiyim yerləri belə təmizləyirəm. Ən sonda isə maskaranı çəkirik. Və makiyajımızın son halı belə görünür. Mən bu Template'ni çox bəyəndim. Həm strukturasını, həm pigmentasiyasını, rəng çalarları möhtəşəmdir. Qalıcılığını isə gün ərzində test edib aşağıda şərh bölməsində yazacağım.